ABŞ prezidenti Donald Trump və Rusiya prezidenti Vladimir Putin arasında son bir neçə həftə ərzində ikinci dəfə telefon danışığı baş tutub. Liderlər arasında telefon danışığının 75 dəqiqə davam etməsi müzakirə mövzularının kifayət qədər geniş və əhatəli olduğunu göstərir. Prezident Trump öz paylaşımında açıq şəkildə bildirib ki, bu danışıq müharibəyə dərhal son qoyacaq səviyyədə olmasa da yaxşı bir söhbət olub. Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun açıqlamasına görə liderlər telefon danışığında Ukraynanın aerodromlara endirdiyi zərbələr mövzusuna toxunublar. Uşakov Putinin bu hücumlara konkret hansı şəkildə cavab verəcəyini bildirməyib. Əhəmiyyətli məqamlardan biri də odur ki, Trump Putinin atəşkəslə bağlı niyyətlərini qiymətləndirmək üçün hələ 2 həftəyə ehtiyacı olduğunu bildirib. Bu müddət ərzində baş verəcək hadisələr, xüsusən də tərəflərin əməli addımları Trump administrasiyasının daha geniş siyasətini formalaşdırmaq baxımından həll edici rol oynaya bilər.